fonetika. Dilçiliyin bir bölməsi olub, səslər, danışıq səsləri barədə bəhs edən elmdir. İnsanların səsləri necə yarandıqlarını və anladıqlarını öyrənən bir elmdir. Biz ümumilikdə belə deyim, 3 bölmə keçəcəyik. Fonetika bölməsi, leksikologiya bölməsi və morfologiya bölməsi. Ay sağ ol, bəli. Fonetika bölməsində birinci biz öyrənəcəyik səsləri, hərfləri, danışıq səslərində nələr baş verirdi, saitlər, samitləri, səs artımı, səs düşümünü, sonra qalın, incə olmasını saitlərin, kar, cingitli olmasının samitlərini, yəni bütün bunları biz fonetikada öyrənəcəyik. Leksikologiya bölməsində artıq biz bir addımda böyümüş olacaq. Yəni fonetikanı biz uşaq olaraq görürük gözümüzdə. Fonetika birinci bizim çağımızdır. Leksikologiya artıq yeni sözləri öyrənən uşağımızdır. Artıq böyüyür. Morfologiya da artıq anlama mərhələsindədir. Morfologiyada biz artıq nitq hissələrini öyrənəcəyik. Sonra həmin nitq hissələrinin nələr elədiyin, hansı formada, hansı suala cavab verdiyini öyrənəcəyik. Amma leksikologiyada biz öyrənəcəkdik ki, həmin o sözlərin mənaları nədir? Necə olur o sözlər, necə yaranır, haranın sözləridir, hansı Avropanın sözləridirmi, milli sözlərimizdir, şəkilçilər qoşulanda hansı mənaya gedir, çıxır. Yəni fonetikada belə öyrənəcəkdik. Morfologiyada da ümumi nitq hissələrini anlayacağıq, öyrənəcəyik. Hələ ki biz fonetikadayıq deyə, hələ ki çağanı öyrənək. Dedik ki biz fonetika dilçilik elminin danışıq səsləri barədə bəhs edən bölməsi olub, insanların səslərini necə yaratdıqlarını və anladıqlarını öyrənən elmdir. Danışarkən tələffüz olunan səslər danışıq səsləri adlanır. Yəni biz nə deyiriksə, nə eşidiriksə, bu danışıq səsləri sayəsində baş verir. Bu səslər danışıq üzvlərinin köməyi ilə yaranır. Danışıq üzvləri bunlardır: ağciyərlər, nəfəs borusu, qırtlaq, səs telləri, ağız boşluğu, dil, dişlər, dodaqlar, burun boşluğu deməli olacaq. Deməli, işarə ilə də göstərirəm sənin üçün balam. Bütün bunlar ümumi danışıq üzvlərimiz olacaq. Bunlardan da 3 dənəsi daha fəal iştirak edənlərdir. Onlar da dodaqlardır, dildir və səs telləridir. Sol, bəli. Dodaqlardır, dildir, səs tellərdir. Ən fəal iştirak edənlərimizdir. Danışıq səslərini biz dedik ki, nə edirik? Deyirik və eşidirik. Ay, sağ ol, bəli. Yazda onlar hərflərlə işarə olunur. Hərflər də biz, nə edirik? Yazırıq və görürük. Bəli, afərin sənə. Səsləri hərflərdən fərqləndirmək üçün dərslik kitablarımızda onlar böyük mötərizə içərisində verilir. Məsələn, bax bu mötərizə işarəsini göstərir. Bəli, onun da adı transkripsiyadır. Bəli, transkripsiya adlanır. Afərin, transkripsiya adlanır. Sonra danışıq səsləri fərqli xüsusiyyətlərinə görə 2 növə bölünür. Sait səslərimiz, samit səslərimiz. Saitlər ağızda heç bir maneəyə rast gəlməyən səslərimizdir. Sərbəst səslərimizdir, maneəsiz səslərimizdir. Buna görə də onlar aydın şəkildə və avazla səslənə bilirlər. Saitlərin daha bir xüsusiyyəti də heca əmələ gətirməsidir. Yəni dilimizdə nə qədər sait varsa, o qədər də bizim hecamız var deməkdir. Bəli. Məsələn, deyirəm təmizkar sözü neçə hecadan ibarətdir? Zaten bilirsiniz. Təmizkar. 3, bəli, 3 dənə saitimiz var. 3 dənə də hecamız var, bəli. Yaxşı, bəs hüzünlü sözünü desək. Hüzünlü. Nə sözü? Hüzünlü, yazdım balam. Görünür ekranda. 2 heca, heca, bəli. İndi yadında qalsın. Axı biz tələffüzdə hüzünlü dedik, düzdür? Hüzünlü. Nəyə görə? Aha, nəyə görə biz ona 2 heca dedik, amma 3 dənə saiti tələffüzdə gördük. Niyə? Tələffüz edəndə hərf hüzünlü. Hüzünlü olur, bəli. Səs artımı baş verə bilir. Aha. Amma yazılışda yazılmır. Bəli, yazılışda olmur. Deməli, bundan da belə bir nəticəyə gəldik ki, bizim qoy bir dənə qalın eləyək qələmimizin yazısını. Biz deməli bildik ki, heca nəyə əsaslandı? Sözdəki yazıya. Bəli, yazıda heca, yazıda k. Saitə əsasən tapılır. Yəni mütləq tapılır. Mütləq yazımızda olan saitlərimizə əsasən biz hecanı tapacağıq. Tələffüzə əsasən biz deyə bilmərik ki, bu sözümüzdə 3 hecamız var. Oldu mu? Əsas qaydalardan, əsas xırda qaydalardan. Əla. Heca yazdakı saitə əsasən tapılır. Bəli. Sonra saitlərin bəs bölgüsü nələrdir? Baxaq əsas saitlərin bölgüsünə. Dilimizdə 9 dənə saitlərimiz var biz demişik. Bəli. A, O, E, I, Ö, Ü. 9 dənə. Bəli, doğru.
Qalınlar A, I, O, U, incələr E, Ə, I, Ö, Ü, qapalılar I, I, U, Ü, açıqlar E, Ə, A, O, Ö, Ay, sağ ol. dodaqlananlar O, Ö, U, Ü, dodaqlanmayanlar A, E, Ə, I, I. Ay, sağ ol. İndi bu saitlərin açıq qapalının, dodaqlanan, dodaqlanmayanın başqa adları da var. Onu da artıq kitablarımızda bizim verirlər deyə bunun izahını da bu formada verirəm sənə. Deməli, başdan gəldik lap nəyə? Yaranma vəziyyətinə görə dedik ki, biz saitlərin 3 bölgüsü var. Yaranma vəziyyətinə görə. Yəni, hansı tərəfdən bu səsləri ifadə ediriksə, ona yaranma bölgüsü deyirik. Aha, dilin arxa və ön hissəsində deyilməsinə görə qalın və incə saitlərimiz. Niyə qalın və incə dedik dilin arxa və ön hissəsi? Məsələn, A deyək. Gəl bir dənə A deyək. Fikir ver, sanki dilinin arxa hissəsi yuxarı qalxır. Fikir ver. A. Bəli. Ay, sağ ol. Qalın saitlər bir yerdə. O saitimizə biz dil arxası saitlərdə deyəcəyik. Məsələn, I. Fikir ver, elə bil ki, boğazın, dilinin içərisi boğazına gedir, dəyir. Hiss edirsən? Ay, sağ ol. Deməli, qalın saitlərin ikinci adı da dil arxası saitləri adlanacaq. Qalın saitlərin ikinci adı nə oldu? Dil arxası. Ay, sağ ol. Bəs dil önü saitlərimiz nədir? Sanki elə bilirsən ki, dilinin önündə o saitləri ifadə edirsən. Məsələn, I isə incə saitlərimizdir. Fikir ver. I, sanki dilinin ucunda hiss edirsən, onu deyirsən, düzdür? Bəli. Ə, Ü, dilinin ön tərəfində o səs elə bil ki, cingildəyir. Ön tərəfindən o səs ifadə olunur, çıxır dilimizdən. Düzdürmü bala? Aha, deməli qalın saitlərin ikinci adı olacaq dil arxası saitlər, incə saitlərin də ikinci adı olacaq dil önü saitləri. Bir dənə bizim E saitimiz var, E saitimiz də var. E saiti. E-yə biz nə deyəcəyik? Dil ortası. Nə deyir? Dil ortası. Hə, dil ortası. Ay, sağ ol, bəli. Biz E-yə dil ortası saitləri deyəcəyik. Yo, ancaq bir dənə E saitidir ki, dil ortası saitdir, uğurum. Diqqətlə mən dinlə balam. Ay, sağ ol. Dil ortası saitimizdir, amma incə olduğuna görə elə onu da qatırlar incə saitlərin içinə. Oldu mu? Əslində səndən lap dəqiqliyi ilə soruşsa ki, dil önüdür, yoxsa dil ortası, sən təbii ki, nəyi seçəcəksən, Uğur? Dil ortası. Dil ortasını seçəcəksən, amma səslənməsinə görə incə deyəcəyik. Bəli, dil önü deməyəcək, incə deyəcəyik. Oldu mu? Belə. Sonra buradan gəldik nəyə? Qapalı və açıq saitlərimizə. Aha. Deməli, qapalı saitlərimizin ikinci adı olacaq dar saitlərimiz. Açıq saitlərimizə isə deyəcəyik ki, gen saitlər. Gen. Asla. Nəyə görə gen deyəcəyik, dar deyəcəyik? Fikir ver. Qapalı saitlərdən biz dedik ki, I, I, U, Ü qapalı saitlərimizdir. Düzdürmü? Qapalı saitləri, yəni dar saitləri fərqləndirməyi zaten qayda ilə biz bilirik. Əlavə də olaraq fikir ver tələffüzümüzdə. Elə bilirsən ki, ağzımız açılmır da. I, Ü, U. Sanki ağzımızın içində qısıtlanıb o səslərimiz, o saitlərimiz, düzdürmü? Ona görə o səslərin hava axınına biz dar saitlərin hava axını deyirik, dar saitlər deyirik. Amma məsələn gen saitlərimizdə, yəni açıq saitlərimizdə biz ağzımızı yetəri qədər aça bilirik. Məsələn A, E, Ə, görsən, buradakı saitlərimiz hamısı genəlib, ağzımız genəlib deyə oldu açıq saitlər. Fərqləri hiss elədikmi bala? Bəli. Ay, sağ ol, əla. Sonra bir də ki, deyir qalın saitləri yadda saxlamaqdan ötürü şəkilçilərlə yadda saxlaya bilərik. Yəni 4 variantlı şəkilçiləri. Loli, lulu, luglik, luglük, çuçi, çuçu və s. kimi saitləri biz qapalı saitləri nə edirik? Deməli, yadımızda saxlaya bilərik. Ay, sağ ol. İndi gəldik dodaqlanan və dodaqlanmayan saitlərə. Zaten onun qaydasını da sən dedin. Dodaqlarımız yumru dairəvi forma alırsa, dodaqlarımızdan saitlərimiz büzülüb çıxa bilirsə, ona dodaqlanan saitlər deyəcəyik. O, U, Ü saitlər dodaqlanandır. Dodaqlanmayan saitlər isə ağzımız rahat şəkildə açıla bilirsə, o saitlərdə dodaqlanmayan deyilir. Yəni dodağımız enlənir, dodağımız enlənir. Ay, sağ ol, bəli. Yox, dəymək başqa, büzülmək başqa. Axı biz dodaq dəyməni samitlərin içərisində deyəcəyik, düzdür? Maniyəli səslərimiz samitlərdir. Amma saitlərin dodaqlananlarında sadəcə dodaq büzüşür. Hava axını olur, o axın var. Amma ki, həmin o axın dardır, balacalaşır. Ona görə biz o saitlərə dodaqlananlar deyəcəyik. Dodaqlanmayanlarda isə bu proses baş vermir, rahatdır. Açıq şəkildə tələffüzümüz gedə bilir. Dodaqlanmayanlarımızda A, E, Ə, I və I saitlərimiz olacaq. Aha. Sonra gəldik ahəng qanununa. Ahəng qanunu da nədir? Ahəng qanunu sözdə qalın və ya incə saitlər bir-birinin izlənməsinə deyilir. Ay, sağ ol. İndi bir-iki nümunə göstərəcəm. Görək o qalın saitlər, incə saitlər ahəng qanununa tabedir ya yox. Məsələn, deyirəm cingiltili sözdür. Tabedir, tabe deyil. Tabedir. Tabedir. Niyə?
Orada mənim hamısı incədir. Bəli. Yəni İnce. ahəng qanununun bu məqsədi o deməkdir ki, sözdə qalın və ya incə saitlərin bir-birini izləməsi o deməkdir ki, sözdə ya bütün sözdəki saitlərin hamısı ya qalın olmalıdır, ya da incə olmalıdır. Ya da incə. Ay, sağ ol, bəli. Cingiltili dedim, cingiltili. Bütün saitlər incədir. İncə olduğuna görə də tabe olacaq. Və yaxud da ki, qalın olsun. Qalın olması üçün nə deyək? Məsələn, biz deyək mağaza. Mağaza. Bütün Tabedir. Bu da hamısı da qalındır. qalındır. Bəli, Ya- hamısı qalındır, tabedir. Ya kitabxana, bəs kitabxana? Kitabxana. Mən burada tabe deyək çünki i incədir. Qalan a hərfi isə qalındır. Ay, sağ ol, bəli. A'larımız qalın olsa da i'miz işi korladı. Deməli, İncədir. orada incə oldu. Həm incə, həm də qalın bizə ahəng qanunu verə bilməz. Bəli, afərin sənə. Doğrudur. Amma bizim nümunələrimizdən istisnalarımız da var. Bəli. Sözlərimiz qalın saitli heca ilə başlayırsa, sonrakı hecalar da qalın olmalıdır. Məsələn, yazıçılar, deməli, mağazalar, mağazadakılar. Amma eyni hal incə saitdə başlayan sözlərdə olursa, eyni halda da davam edəcək. Məsələn, əkinçilər, əkinçilərimiz, evdəkilər, eyni halda davam edəcək. Bir dənə istisnamız var idi, bəli. Əsl Azərbaycan sözlərimizdə ahəng qanununa tabe olur. İşıq, ilan, ilğım, inam, iraq, ilxı, ildırım, ilıq, işartı, elat və s. kimi sözlərimizdə isə bu hallar baş vermir. Yəni bu sözlərimiz ahəng qanununa tabe deyil. Öz milli sözlərimizdə, əsl Azərbaycan sözlərimizdə, amma bu sözlərimiz ahəng qanununa tabe deyil. Milli sözlərimiz amma çoxu, əksəriyyəti bu sözlər istisna olmaqla, bəli, tabe olmalıdır. Sonra bir çox alınma sözlərimizdə isə ahəng qanunu pozulur. Alim, vəfa, şua, büro və s. kimi sözlərimizdə aynı haldır. Deməli deyirik ki, ahəng qanunu kök və şəkilçi ilə olur, artırılanda arasında daha möhkəm bağ olmalıdır, sabit olmalıdır. Təyyarəçilər, bax, son heca, sözün kökündəki son heca, məsələn, təyyarə sözümüzdə hansı sözlə, hansı şəkilçi ilə, hansı sözlə, hansı saitlə bitirsə, ona qoşulan şəkilçilərimiz də həmin saitin növündə olmalıdır. Bəli. Oldu mu? Bəli. Ay, sağ. Sonra baxaq görək başqa əsas qaydalarımızdan nəyi danışacağıq? Əsas qaydalarımızdan əsl Azərbaycan sözlərimizdən ibarət olan bəzi mürəkkəb sözlərimizdə də ahəng qanunu pozula bilir. Məsələn, dəvə quşu, quş üzümü, günə baxan, günay, aybəniz, ağdaş və s. kimi sözlərimizdə neyinir? Ahəng qanunu pozula bilir. Bəli. Gəldi indi nəyə? Sait və samitlərin deməli növlərinə. Biz bildik ki, saitlərimiz maniyəsiz olan səslərimizdir. Ağızda heç bir maniyə rast gəlinmir. Rahat şəkildə tələffüz var. Bəli. Amma samitlərimiz elə deyil. Samitlərimizdə müəyyən maniyə var. Bəli. Məsələn, dodaqlarımız bitişir, dilimiz dişimizə dəyə bilir. Bu kimi hallar bizə bu samitləri öyrənməyə kömək göstərir. Samitlər deməli iki növə bölünür. Səs tellərinin iştirakına görə iki yerə bölünür. Cingiltili samitlər və kar samitlər. Bəli, bəli. Kar samitlər təkcə küydən əmələ gəlir və onların tələffüzündə səs telləri iştirak eləmir. Karlarda səs telləri iştirak eləmir. Sadəcə və sadəcə kar samitlər küydən ibarətdir. Cingiltili samitlərin tələffüzündə isə bəli, səs telləri də iştirak eləyir. Küy də var. Cingiltilidə hər ikisi var. Həm səs telləri var, həm də küy var. Oldu mu? Dilimizdəki cingiltili və kar samitlərinin çoxu cütlük təşkil edir. Yəni bir-birinə qarşılıq verə bilirlər. Amma bəzi samitləri verə bilmir. İndi baxaq görək hansıları verə bilmir ya verir. Sonor samitlər, bir də bunu samitlər. Sonor samitlər, İndi qulaq as. bir də boğaz samitlər. Sonor samitləri, bax buradan qalınlaşdırın bunu. Sonor samitlərinin sonor ikinci adı bərabərdir burun samitləri adına. Sonor samitlərini, həm də burun samitləri deyəcəyik. Hansılardır sonor samitləri, Uğur? L-M-N-R. 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 Ay, sağ ol. Bir də var boğaz samiti. Boğaz samiti. M-N. Nə? M-N. Yox. M-N. Yox. Boğaz samiti bir dənədir. Cəmi cümlətanı o da H-dır, bəli. O da H samitidir, bəli. Mən burun samitini qarışdırdım. Yox, sağ ol. Hə. İndi qaydanı düz dedin. Eyb yox, narahat olma. Burun samitləri, sonor samitlərdir ikinci adı da L-M-N-R. Boğaz samitləri isə sadəcə H samitidir. Bunların qarşılığı yoxdur. Bir-birlərinə olan qarşılığı yoxdur. Amma qalan samitlərin hamısının bir-birinə
qarşılığı var. Var. Burada bəzi hissələr yuxarı siniflərə aiddir balam. Ona görə düşünürəm ki, əlavə olaraq oxusan daha yaxşıdır. Mənaları haqqındadır. Gəl onda izahda da verək. Eyb yox, qoy verək onun izahda da. Əlifba hərflərin müəyyən sıra ilə düzülüşünə deyilir. Əlifba sözü ərəb əlifbasında ilk iki hərfin adını bildirən əlif və bə. Yunan dilində isə alfa və beta hərflərinin birləşməsindən ibarət olub alfabet şəklində işlənib. Yəni alfabet şəklində dilimizə gəlib çıxıb, hazırda olub əlifba sözü ilə. Oldu mu balam? İlk əlifbanı Finikiya tacirləri tərtib ediblər. Dünyada ən çox işlənən əlifbalar ərəb, kiril və latin əlifbalardır. Bunlar zaten bilinir. Əsas bizə lazım olan qaydamız bu qaydamız olacaq ki, hərflərin müəyyən sıra ilə düzülüşünə əlifba deyilir və istəsən mənası haqqında da daha ətraflı məlumat əldə edə bilərsən. Oldu mu oğlum? Bəli. Aha. Sonra danışıq səsləri daha ilkin və qədim olan şifahi dilin hərfləri isə nisbətən sonralar yaranan yazılı dilin göstəricisi olublar. Deməli bunu da deyək. Azərbaycan əlifbasında 32 hərfimiz var. Bu hərflərdən ikisi ilə ı və ğı hərfləri ilə söz başlamır. Hərfləri onların əlifbədəki adları ilə göstərmək lazımdır. Amma ı və ğı söz ortasında ortası və bəli, ortası və söz sonunda işlənir. Ay, sağ ol. Sonunda işlənə bilər. Amma sözün əvvəlində işlənə bilməz. Ay, sağ ol, bəli, əvvəldə x qoyaq, ortasında quş işarəsi, sonunda quş işarəsi qoyaq və qaydanı ümumiləşdirdik. Belə balam, başlayaq indi testimizdən. Mən sənə göndərirəm.